Hələ də bu qanlı tarix bizim yadımızdan çıxmayıbdır. Pəhləvi dövründə 1325-ci ilin Azər ayının 21-də Azərbaycanda böyük bir faciə yaranıbdır. 25 min nəfər Azərbaycanlını qətliam eləyiblər. Odda yandırıblar, təndirdə yandırıblar, ayaqlarına ulaq kimi mıx salıblar, dara çəkiblər, edam eləyiblər. Şahın hökuməti dövründə ləşkəri Ərdəbilə varid olanda bizim 18 yaşında bir cavanımızı qabaqlarında qurban kəsiblər. Hələ indi şahın oğlu istəyir ki, gəlsin, İranda hökumət eləsin. Beləncə onlara bizim yerimiz yoxdur. O geçsin, dünyada uşaqları öldürən bir insanın qoltuğuna sığınsın. Hüseyin Cavan şahın hökumətinin qarşısında mübarizə aparıbdır, nə deyir? Şaha müstəqim yazır. Şah mən unutmuram, sən də unutma. Sabınlı kəndiri dar ağacını, sən də ki unutsan tarix unutma, sinəsi dağlanan ana bacını. Ey yağı bu zülmün o xəyanətin, artırıb ellərin sənə nifrətin, qan içmək olubdur sənin niyyətin, ellər sındıracaq küt qılıncını. Hüseynəm deyirəm, olacaq inan, haq səni torpağa salacaq, inan. Tarix öz əli ilə alacaq inan, başına qoyduğun zülmün tacını. Bu torpaq müqəddəsdir və müqəddəs insanlar bu torpaqda yaşamalıdır.